Çalışın ki, gəlininiz sizə xidmət eləyəndə onu qiymətləndirin, ona xoş sözlər deyin. Çünki o atasının, anasının, ailəsini atıb gəlib sizin evinizə. Onun sizdən başqa heç kəsi yoxdur. Ona görə də çalışın ki, ona qiymət verəsiniz, onun qeydinə qalasınız, ona da diqqət göstərəsiniz. Necə ki, öz oğlunuza diqqət göstərirsiniz, öz oğlunuzu sevirsiniz, ona sevgi göstərirsiniz, gəlininizə də eyni qaydada sevgini, məhəbbəti göstərin. Rəhman və rəhim olan Allahın adı ilə. Xoş gördük hər birinizi, əziz və dəyərli izləyicilərimiz, hər birinizi Allahın salamı ilə salamlayıram. Və keçən dəfə gəlin və qaynana münasibətləri üzrə danışdığımız mövzuya qaldığımız yerdən davam edirik. Keçən mövzumuzda biz ailə tiplərindən danışdıq, kiçik və böyük ailə tiplərindən. Bugün ailə, İslami ailə və gəlinin qaynata və qaynanası ilə yola getməsi və onlara xidmət etməsi barəsində söhbət edəcəyik. İlk öncə İslami ailə barəsində söhbət eləmək istəyirəm. İslami ailə növü məhdud bir ailə tipidir. Ana, ata, uşaqlar, baba və nənə kimi sıx bir ailəni himayə edən İslami ailə quruluşu dağılması qeyri-mümkün olan bir bütünü təşkil eləyir. Hətta İslama görə xala belə ana kimi qəbul edilir. İslami ailədə mühüm olan fərdlərin bir-birinə qarşı məsuliyyətlərinin bilinməsidir. İslamda ayrı-ayrı evlərdən meydana gələn bir ailə toplumundan danışmaq mümkündür. Allah Taala Quranda belə buyurur. Nur surəsi 61-ci ayədə. Çora görə, topala görə, xəstəyə görə bir günah yoxdur. Sizə görə də istər öz evlərinizdən, istər atalarınızın evlərindən, istər analarınızın, istər qardaşlarınızın, istər bacılarınızın, istər əmilərinizin, bibilərinizin, dayılarınızın, xalalarınızın evlərindən, istər açarlarına malik olduğunuz evlərdən, yaxud da sadiq dostlarınızın evlərindən yemənizdə bir günah yoxdur. Hamı bir yerdə toplu olaraq da, dağınıq da yemənizdə belə günah yoxdur. Ancaq evlərə girdiyiniz vaxt Allah tərəfindən mübarək və çox gözəl bir sağlamlıq diləmiş olaraq özünüzə salam verin. Allah ayələri sizlərə beləcə bəyan edir. Ola bilsin, anlayasınız. Bu ayəyə diqqətlə baxdığımız zaman bir neçə xüsus gözümüzə dəyir. Birincisi, bu ayəyə görə ata, ana, xala, bibi, əmi və dayıların hər biri ayrılıqda bir ailəni meydana gətirir. Bu vəziyyətə görə İslami ailədə nüvə ailə əsasdır. Kiçik ailə əsasdır. İkincisi, bir-birinin malından sərbəst yeyə bilən kimsələr ayrı-ayrı ailələr olsalar da bir tək ailə hökmündədirlər. Üçüncüsü, ayədə qohumlar arasında bir tərtib gözə dəyir. Ayə oğulların evi və cütlərin evi ilə başlayır. Ancaq bu iki ailə açıqca qeyd edilmir. Oğulların və onların zövcələrinin evləri bu deyimin içinə daxildir. Bu vəziyyətə görə oğlun evi atasının evidir, xanımın evi də ərinin evidir. Bunların arxasından ataların evləri, anaların evləri və qardaşların evləri deyə qeyd edilir. Görünür ki, İslami ailənin hər birinin özünə xas bir evi var. Oğulların və onların xanımlarının evlərinin öz eviniz kimi qeyd edilməsi, İslami ailə nüvə belə olsa ayədə keçən evlərin müstəqil evlər yox, mərkəz ailəyə bağlı evlər olduğunu göstərir. Bunu da söyləmək lazımdır ki, İslamda ailənin quruluşu o və bu olacaq deyə qəti bir hökm yoxdur. Qohumlara, valideynlərə qarşı məsuliyyətlərə diqqət edildiyi təqdirdə nüvə ailə də İslami qanunlara uyğun bir şəxsiyyətə sahib ola bilər. Evi ayrı olsa da tez-tez qaynanasının yanına gedib, onların xidmətində dayanan, onların ehtiyaclarını qarşılayan gəlin xanımlar da az deyil. Yəni ola bilsin, bu ailələr fərqli-fərqli evlərdə yaşayırlar.
Məsələn, ata-ana bir evdə yaşayır, övladlar başqa bir evdə yaşayırlar. Və yaxud da məsələn, ata-ana bir evdə yaşayır, yanında bir övlad qalır, başqa bir övlad da başqa bir yerdə evdə yaşayır. Amma başqa yerdə yaşamasına rəğmən yenə də mərkəz ailə onun atasının, anasının evidir. Onların qaldığı yerdir. Yəni onlar ayrı-ayrı olsalar da mərkəz ailəyə bağlıdırlar. Ayrı qalsalar da gəlin gəlir, qaynanasına, qaynatasına xidmət eləyir, onların ehtiyaclarını qarşılayır, bir neçə gündən sonra öz evinə qayıdır. Yəni bu cür nümunələr də bizə çox rast gəlir. Quran-ı Kərimdə Allah Taala niyə görə qadın və kişinin evlənməyindən, ailə qurmağından danışır, buna təkid eləyir. Ümumiyyətlə, nə üçün lazımdır ki, bir insan evlənsin? Niyə görə evlənməlidir? Allah Taala insanları qadın və kişi olaraq özünə qulluq etmələri üçün yaradıbdır. Nisa surəsi 1-ci ayədə Allah buyurur ki, ey insanlar, sizi tək bir candan yaradam, onun cinsindən yenə onun zövcəsini meydana gətirəm və ikisindən bir çox kişilər və qadınlar törədən Rəbbinizə qarşı gəlməkdən çəkinin. Onun adını çəkməklə bir-birinizə müxtəlif şeylər istədikləriniz Allahdan və əqrabalıq bağlarını qırmaqdan da çəkinin. Çünki Allah sizin üzərinizə tam bir gözətçidir. Allah Taala Quran-ı Kərimdə bəzi ayələrdə hər şeyi cüt olaraq yaratdığını bildirir. Yəni Allahdan başqa hər şey cütdür. Bu Allahdan başqa hər şey əskeydir mənasına gəlir. Çünki ondan başqa öz-özünə tam olan bir şey yoxdur. Dünyadakı hər nisbi, yəni uyğun tamı 2,5 hissə tamamlayır. İlkin olaraq hər maddənin atomu, yəni zərrəsi bir-birini tamamlayan proton və neytronun əlaqəsindən meydana gəlir. Bütün canlılarda erkək və dişi var. Bitkilər də erkəkli dişilidir. Erkək çiçəyin tozluqları ilə mayalanmayan dişi çiçək meyvə verməz. Elektrik belə erkəkli dişilidir. Müsbət və mənfi olması bunu anladır. Biri olmadan digəri bir işə yaramaz. Görmüsünüz? Hər hansı batareya ilə işləyən hər hansı bir alət. Görmüsünüz? O batareyanın bir üst hissəsi var, bir də alt hissəsi. Onları tərs qoysan, tərs keçirsən, həmin o cihaz işə düşməyəcək. Amma onları mənfi müsbətinə diqqət eləsən, həmin cihaz işə düşəcək. Baxın, biri olmadan digəri heç bir işə yaramır. Birinin varlığı o birinə bağlıdır. Qadın və kişi elə bir tamın iki parçasıdır ki, biri olmadan digəri mümkün deyil ki, olsun. Elə isə biri nə qədər lazımlıdırsa, o biri də o qədər lazımlıdır. Və kimin kişi, kimin qadın olacağını insanın özü yox, Allah təyin eləyir. İslamda ümumiyyətlə qadın nə pis bir ruh, nə şeytan, nə də ki erotizm məbududur. Yəni qadına bu cür baxsa kimsə, o qadına zülm eləmiş sayılır. Qadın ərinin yoldaşı, rahatlıq mənbəyi, dəstəyi və evinin kraliçasıdır. İslam qadını kişini ayrı-ayrı deyil, bərabər düşünmüş və tamın ancaq bir yerə gəlməsi ilə tamamlanacağını bildirir. Çünki İslam fitrət dinidir. Fitrət balığın suyu axtarması kimi qadınla kişinin də bir-birini axtarmasını neyniyir? Lazımlı eləyir. Görürsən, balığı götürdün sudan, atırsan quruya. Balığın suya o qədər ehtiyacı var ki, elə istəyir ki, qaçsın suya doğru. Bir dənə ana ilə körpəni fikirləşin. Körpəni anadan ayırmaq mümkün deyil. Hara qaçsa da, hara getsə də gözü ancaq anasındadır. Daim anasını istəyir. Allah çünki onun fitrətində qoyubdu onu. Qadınla kişi də bu cürdür. Niyə görə oğlanlar bir müddətdən sonra depressiyaya düşürlər, sıxıntılara düşürlər? Hamısı bunun nəticəsindədir. Çünki o tək başına tam deyil. Gərək ki, evlənsin, o biri tayin tapsın, ikisi bir yerdə tam Allaha doğru hərəkət eləsinlər. İkisi bir-birini tamamlasın. Görürsən, 2 nəfər var.
Biri məsuliyyətlidir, kişi məsuliyyətlidir, qadın məsuliyyətsizdir. Bunları Allah bir araya gətirir ki, kişi qadına məsuliyyətli olmağı öyrətsin. Və yaxud da qadının bir dənə çatışmayan cəhəti var, kişidə o çatışan cəhətdir. Və yaxud da kişinin bir çatışmayan cəhət var, o qadında o cəhət çatışır. Bunlar bir-birini tamamlayıb Allaha doğru gedirlər. Ailə deyəndə şübhəsiz ilk ağla gələn qadındır. Qadın kişidən öndə gələn ailənin təməl bir fərdidir. Çünki qadın ailədəki yeri etibarilə 3 şəkildə araşdırıla bilər. Qız uşağı, zövcə və ana olaraq. Hər üç vəziyyətdə də qadın ailənin ayrılmaz bir parçasıdır. Ailə mövzusunda bu təməl bilgiləri verdikdən sonra ailənin fərdlərindən olan gəlin-qaynana münasibətlərinin əhəmiyyətinə toxunacağıq. Gəlin xanımın qaynata və qaynanası ilə yaxşı dolanmağının onlara xidmət etməyinin lazım olub-olmadığı barədə fikir birliyinə gəlmədən bu məsələnin həll edilməsi mümkün deyil. Gəlin və qaynanaların bir-birlərinin varlığını və gərəkliliyini qəbul etmədikləri müddətcə bu mövzunun həlli tapılmaz. Biz qadın və qaynanadan danışırıq, gəlin və qaynanadan. Yəni bunu bilək ki, elə biz gəlin-qaynana münasibətlərindən danışarkən kürəkən qaynana, qaynata və yaxud da gəlin-qaynana, qaynata münasibətlərindən danışarkən kürəkən qaynana və qaynatadan da danışmış oluruq. Çünki əsasən biz gəlin-qaynanadan ona görə danışırıq ki, kişi evlənir, xanımın gətirir atasının evinə. Ona görə də biz çalışırıq ki, gəlin-qaynana münasibətlərindən danışaq, amma yəni bunun fonunda kürəkən qaynana və qaynata münasibətləri də bu cürdür. Biz bu bölümdə gəlin xanımların qaynata və qaynanaları ilə yaxşı dolanmalarının və onlara xidmət etmələrinin lazım olduğunun dəlillərinə yer vermək istəyirik. Birinci budur ki, qaynata və qaynanaya xidmət əslində ərə xidmət sayılır. Müsəlman xanımın İslama zidd olmayan işlərdə ərinin əmrlərinə itaət eləməyi lazımdır. İslamı bilən bir qadın bilməlidir ki, İslamda kişinin boynunda ata-anasının haqları da mövcuddur. Bunun üçündür ki, şüurlu müsəlman qadın ərinin üzərində ən böyük haqq sahibi olan valideynlərinə qarşı xidməti, ibadəti anlayışla qəbul eləməlidir. İkinci budur ki, bir qadın qaynana və qaynatasına baxaraq həm ərinin, həm də özünün cənnətə girməyinə yardımcı olmuş olur. Evin qadını böyüklərinə xidmət edirsə, o valideynlər həm oğluna, həm də gəlininə dua eləyəcək. Dolayısıyla Allahın izni ilə həmin o gəlin də, o kişinin, qadının oğlu da cənnətə girməyə layiq olacaqlar. Oğlan uşağının valideynlərinə baxa biləcəyi və baxa bilməyəcəyi yerlər vardır. Oğlan uşağı uzaqbaşı gətirər anasına, atasına maddi cəhətdən kömək eləyə bilər. Amma ev xidmətlərini yerinə yetirmək işində qadınlar qədər bacarıqlı deyil. Əgər evin xanımı ərin valideynlərinə xidmət eləsə, ərinə yaxşılıq etmiş olacaq. Başqa sözlə, ərinin valideynlərinin razılığını alaraq cənnətə girməsinə böyük ölçüdə yardımcı olacaqdır. Gəlin xanım da bu xidmətinin mütləq mükafatını alacaq. Əgər gəlin xanım ərinin valideynlərinə yaxşılıq və xidmət eləsə, ərini razı salacaq, başqa sözlə cənnətin qapısını aralayacaqdır. Bəli, bəzi insanlar var ki, bəzi qaynanalar və qaynatalar var ki, onlar qədir bilmirlər. Məsəl üçün, gəlin onlara çox xidmət eləyir, onların hər bir işin görür, amma lazımı qədir qiyməti bilmir. Onlar ona lazımı diqqəti göstərmirlər. Ona görə də biz əziz valideynlərdən xahiş edirik ki, çalışın ki, gəlininiz sizə xidmət eləyəndə onu qiymətləndirin, ona xoş sözlər deyin. Çünki o atasın, anasın, ailəsini atıb gəlib sizin evinizə.
Onun sizdən başqa heç kəsi yoxdur. Ona görə də çalışın ki, ona qiymət verəsiniz, onun qeydinə qalasınız, ona da diqqət göstərəsiniz. Necə ki, öz oğlunuza diqqət göstərirsiniz, öz oğlunuzu sevirsiniz, ona sevgi göstərirsiniz, gəlinizə də eyni qaydada sevgini, məhəbbəti göstərin. Məsələn, oğluva bir gün ərzində 5 dəfə zəng eləyirsənsə, gəlinivə də 5 dəfə zəng elə. Çalış ki, o ayrı-seçkiliyi hiss eləməsin. Bəli, o oğlan sizin övladınızdır, bunun işimiz yoxdur. Amma o da sizin gəlininizdir. Ona görə də ona qarşı da ədalətlə davranmaq lazımdır. İslamda kişinin hakimiyyəti Allahın ədalətli əmrləri ilə məhdudlaşmış, şəfqətli və yaxşı niyyətli bir hakimiyyətdir. Kişinin bu rəisliyinin qeyd şərtsiz olmadığı bilinməlidir. Qadın hər hakimiyyətə olduğu kimi bu hakimiyyətə də Allahın qoyduğu sərhədlər daxilində itaət eləməklə vəzifəlidir. Müsəlman bir qadın ərinin Allahın əmrinə zidd olan istəklərinə tabi olmaqla mükəlləf deyil. Və yenə kişi xanımının fərdi olan vəzifələrini yerinə yetirməsinə mane ola bilməz. Mane olmağa çalışsa belə qadının ona itaət etməməyi lazımdır. Çünki bütün insanlar öncəliklə Allaha itaət eləməklə vəzifəlidirlər. Demək ki, qadın ancaq ərinin Allahın əmrinə uyğun olan istəklərinə tabi olmaqla vəzifəlidir və eyni zamanda kişinin istəkləri İslamın qadın üçün müəyyən etdiyi hüdudlar daxilində olacaqdır. Bunun üçün İslamın et dediklərini etmə deyən ərə itaət edilməyəcəyi, Allahın etmə dedikləri haramları et deyən ərə də itaət edilməyəcəyi bilinməlidir. Məsələn, qaynata və yaxud da qaynananın haram olan istəyini bir gəlin xanım əri təzyiq etsə belə yerinə yetirməməlidir. Ümumiyyətlə, kişi qadına təzyiqlə bir işi göstərməməlidir, bir işi gördürməməlidir. Bir şey də deyim ki, burada itaət etməyəcək deyəndə o demək deyil ki, xanım qışqırmalıdır, bağırmalıdır, səs-küy salmalıdır, ədəb ərkandan çıxmalıdır. Xeyr. Onların haram istəyini, ərinin və yaxud da onun atasının və yaxud da anasının haram istəyini belə gözəl şəkildə, ədəblə, ərkanla, mərifətli şəkildə, İslamın buyurduğu şəkildə ona başa salsın, onlara izah eləsin ki, onlarda İslama qarşı nifrət yaranmasın. Üçüncüsü də budur ki, bunu da deyirəm, tamamlayıram. Evliliyin qurulması və davam edib etməməyində qaynata və qaynananın da rolları var. Gəlin xanımlar bunu dərk eləməlidir ki, bir ailənin davam edib etməməyində haqlı səbəblər olduğu zaman ərin, valideynlərinin də əhəmiyyətli dərəcədə rolları vardır. Ümumiyyətlə, bir gəlin deyə bilməz ki, qaynanam və qaynatam heç kimdir, onlar mənə heç bir şey deyə bilməz. Bu sözləri gərək deməsin. Bəli, burada bir neçə nüans var ki, gərəkdir ki, həmin o qaynana və qaynata da bəzi şeylərə diqqət eləsinlər. Çalışmaq lazımdır ki, ən azından heç olmasa onlara da azadlıq vermək lazımdır. Hara getdiniz, hardan gəldiniz, neynədiniz, dəqiqəbaşı soruşur, zəng eləyir, narahat eləyir. Olmaz. Belə şeylər qətiyyən qəbul edilməzdir. Elə hər bir şeyi də deyəsən, icazə alasan, bu cür bir şey yoxdur ki. Ümumiyyətlə, xanım icazəni yoldaşından almalıdır. Amma hörmət əlaməti olaraq, məsəl üçün, bir ailədə yaşayırlarsa, yəni ən azından heç olmasa deməlidir ki, məsələn, ay qaynata, biz yoldaşımla məsələn falan yerə gedirik. Yəni deməmək ədəbsizlik çıxır da. Amma qaynata və qaynana da onlara şərait yaratmalıdır. Bir də görsən, bir ailədə bir bəylə gəlin yaşayır. Onların ki toyu oldu, heç olmasa bir 3-4 gün gedin başqa bir yerdə qalın. Onlar azad olsunlar, onlar rahat hərəkət eləsinlər. Çünki onlar yeni ailədirlər. Və xanım da o ailəyə öyrəşmiş olsun.
Bəzi şeylərə bəzi valideynlər diqqət eləmirlər. Gözüm çıxdıya salırlar. Bir xanım əgər ora gəlin gəlibdirsə, o demək deyil ki, o öz atasını və anasını silir. Onları silib atır. Belə bir şey yoxdur. Onun atası, anası öz yerində qalır. Amma yoldaşından icazə alır. Ya yoldaşı ilə bir yerdə və yaxud da yoldaşından icazə alır tək. Gedib anasını, atasını ziyarət eləyə bilər və qaynata və qaynana buna qarışmamalıdır. Ola bilsin, o kürəkənlə gəlin yoldaşı ilə bir yerdə gedib qaynatası ilə qaynanası gildə 2 gün, 3 gün qala bilər. Onu söz-söhbət eləmək lazım deyil. Ay filan kəs getdi, oğlumu məndən aldılar, nə etdilər? Bu cür düşüncələr geridə qalmış bir düşüncələrdir. Çalışmaq lazımdır ki, bu düşüncələri yavaş-yavaş həyatımızdan çıxardaq. Vəssalamun aleykum və rəhmətullahi və bərəkatuhu. İnşallah mövzumuza qaldığımız yerdən gələn dəfə davam edəcəyik. Allah amanında bizləri dua etməyi unutmayın.